Salam əziz və dəyərli izləyicilərim. Bugün sizə siyahı ilə 1-ci yerdən 10-cu yerə qədər Allahın yaratdığı ən möcüzəvi, ölümdən başqa hər bir şeyə çarə olan qidalar haqqında deyəcəm. Baxın əzizlərim, Allah hər bir şeyi səbəblə yaradıb. Bizim eramızdan 2500 il əvvəl Hipokratın devrində, hələ Hipokratın belə devrində, ondan əvvəl də hələ atasının Geraklidin devrində nə apteklər olmayıb, nə dərmanlar olmayıb, nə tibbin universiteti olmayıb, nə həkimlər olmayıb. Yəni belə otlarla bilim insanlar olub, bilikli insanlar olub. Belə baxıblar ki, nəyə köməkdir. Onlar da o devirdə ailəvi bir-birlərinin davamçısı olublar, ailəvi şəkildə. Məsəl üçün kim bilirsə onun əlinə baxıblar, ondan öyrəniblər, əl yazmaları eləyiblər, nəsə. Yəni ki, o vaxtlar olmayıbdı. Nə aptek, nə dərmanlar, ancaq türkə çarələr olub. Çünki Allah, qurban olduğum, yenə də deyirəm, hər şeyi bir səbəblə yaradıb. Yetər ki, siz inanasınız, yetər ki, siz güvənəsiniz, yetər ki, siz özünüz də araşdırma aparasınız, görəsiniz ki, mənim videomdan sonra girin internetdə özünüz də araşdırma aparın. Nə olar ki, 2 dəqiqə vaxtınız gedər. Görün Allah, qurban olduğum, nələr yaradır, nə möcüzələr yaradır ki, min bir dərdlərə dərmandır. Yetər ki, xəstələr ümidlənsin ki, doğrudan da bu xəstəliyə, bu bitki, bu qida xeyirdir. Baxın, gözəl bir söz var. Dostoyevskinin Cinayət və Cəza kitabında ən belə dəyərli əsərdir o. Orada ümidsiz insanlara o belə səslənmişdir ki, kəndir, yəni ip sizin özünüzün əlinizdədir. İstər onu yelləncək eləyib, bizim rayon yelləncək deyir, Şəki tərəf zat sallanacaq deyir deyəsən. Yelləncək eləmək də sizin öz əlinizdədir. Ümidsiz insanlara belə yazmışdır, o səslənmişdir Dostoyevski və yaxud da özünüzü boğa da asa da bilərsiniz. Yəni ki, yetər ki, hər bir xəstəlikdə ümidiniz olsun, həyata yaxşı tutunun, hər bir pis şeyə yaxşı tərəfdən baxın və özünüz də araşdırın, görün ki, bu qidalar nə qədər gözəldir. Onları mən özüm də sevirəm. Qruplarımda bütün xanımlara, bəylərə tez-tez onların menyularında, onsuz da mənim menyularım əl çatan olur, bunlardan istifadə edirlər. İndi gəlin başlayaq. Birinci yerdə təbii ki, Məryəm xanımın ən çox sevdiyi, ən dəyər verdiyi, Allahın möcüzəvi bir şeyi brokoli. Brokoli o qədər gözəl bir şeydir. Tərkibində indol var, sulforafan var, xərçənglə mübarizə aparır, xərçəngin kökünü kəsir, kistaları məhv eləyir, fibromaları məhv eləyir və s. və ilaxıra. Saymaqla bitmir. Həqiqətən də möcüzədir. İkinci yerdə qoyuram Allahın möcüzəvi qidalarından kvaşınlı kapusta. Bu ağ kələmdən hazırlanır. Rus dilində o salata kvaşınlı kapusta deyirlər, turşuya. Azərbaycan dilində deyəsən malakan kələmi. YouTube'da yazsanız görəcəksiniz. Ona sirkə zad tökülmür, özü fermentə olunur, mədə bağırsağımız üçün təmiz bir probiotikdir, möcüzədir. Mən uşaqlığımdan Rusiyada yaşamışam, uşaqlarım da Rusiyada dünyaya gəlib. Elə bir Rus ola bilməz ki, evində kvaşını kapusta olmasın və kvaşını kapusta ilə yemək yeməsin və yaxud elə belə yeməsin. Yeməklər bişirəndə də əlavələr eləyirlər, brokolidən istifadə eləyirlər. İndi gəldik üçüncüyə. Üçüncü balıq. Təbii ki, seld balığı həm ucuzdur, həm də çox xeyirdir. Balıq omega 3, 6, 9, yenə də deyirəm, deyəcəksiniz, Ruslardan sitat gətirir Məryəm xanım, çünki özümdən sitat gətirməyi çox sevirəm. Rusiyada yaşayıram və burada görürəm ki, hər bir Rus axşam işindən çıxıb evinə gedəndə paketində mütləq ki, balığı görmək mümkündür. Seldir. Yəni ki, onlarda bu mütləq var. Çünki bilirlər ki, xeyirdir, gözünüz üçün xeyirdir, orqanizm, qadınlar üçün, bəylər üçün çox-çox xeyirdir, mənim əzizlərim. Dördüncü yerdə isə sarımsağı. Sarımsaq təbii antibiotikdir, sarımsaq xərçəng xəstəliyini məhv edir. Yəni, bunlar mənim fantaziyalarım deyil. Mən ömrümü oxumağa adamışam, gecəmi, gündüzümü oxuyuram. Hələ də oxuyuram. İnanın ki, onlayn kitablar oxuyuram. Artıq elə kitablar var ki, əldə eləyə bilmirəm o kitabları. Satışda yoxdur, mən onları onlayn, yəni o deməkdir ki, pul ödəyirsiniz və telefondan oxuyursunuz. Yəni, gecələr, hamı yatanda mən onlayn kitab oxuyuram. Yəni, elə olur ki, birdən deyirəm, artıq hər şeyi bildim, amma sonra deyirəm, yox, görün, mən bu nüansa fikir verməmişəmmiş. Yəni ki, mənim fantaziyalarım deyil, bu bilim insanlarının təsdiq etdiyi şeylərdir. Sarımsaq təbii antibiotikdir, xərçəng xəstəliyini məhv edir. Qısa belə də bir məlumat verim ki, sarımsağı bir professorun kitabından oxumuşam ki, sarımsağı yeyəndə ona görə ağzımızdan iyi gəlir ki, sarımsaq bizim orqanizmimizdə çoxlu pis bakteriyalar var. Sarımsaq da onlara dəyəndə, onlarla əlaqədə, yəni kontaktda girib onlara dəyəndə ağzımızdan pis iyi gəlir. Bir müddət, bir ay yedikdən sonra bir
Bir aydan sonra siz bunu prob eləyin, yiyəcəksiniz sarımsağı. Kiməsə deyəndə ki, sən Allah bağışla, mən sarımsaq yemişəm deyəcək, iyi gəlmir. Çünki artıq o bakteriyaları məhv etmiş olacaq. Görün sarımsağın gücü nədir? Gəldik 5-ci yerə. 5-ci yerdə zəncəfil. Təbii ki, imbir rus dilində. Zəncəfil də təbii antibiotikdir. Zəncəfili təsəvvür eləyin. Görün nə qədər güclü bir şeydir ki, hətta şua terapiya alan xəstələrə, xərçəng xəstələrinə şua terapiya alırlarsa, onlara deyilir ki, zəncəfilli çay için zəncəfili yeməklərinizə əlavə edin. Elə belə çiğ-çiğ yeyin. O bədəndə olan şuanın vurduğu pis əks təsirləri təmizləyir, toksinləri təmizləyir. Bundan gözəl nə ola bilər ki, əzizlərim? Gəldik 6-cı yerə. 6-cı yerdə rus dilində çernika, Azərbaycan dilində qaragilə. Klukvaya oxşayan bir şeydir, biraz böyükdür. Yazsanız internetdə görəcəksiniz. Yəni çernikanın da, yəni qaragilənin də orqanizmə saymaqla bitməyən faydaları var. O da Allahın möcüzəvi qidalarının siyahısına girir. Gəldik 7-ci yerə. 7-ci yerə yumurtanı qoyardım. Təbii ki, bu yumurta mağazində satılan yumurtalardan söhbət gedə bilməz. Həyat yumurtasından gedir. Yumurta da çox gözəldir. Hətta gündə bir dənə yeyilməlidir. Bəzən əvvəllər deyərdilər ki, yumurta ziyandır. Yalandır. Yumurta nə xolesterolu qaldırmır, nə triqliseridləri qaldırmır. Çox xeyirdir. Hətta deyərdim ki, yaxşı xolesterolumuzu qaldırır. Çox xeyirdir. Yəni yumurtanın da saymaqla bitməyən faydaları var. Gəldik 8-ci yerə. Əzizlərim, 8-ci yerə qoyuram sarı kökü. Sarı kök doğrudan da rəngi sarı olduğu kimi qızıl adlandırılır. Həqiqətən də qızıldır. Sarı kök hansı xəstəliklərə dərman deyil ki? Özünüz internetdə vursanız sayı hesabı olmayan xəstəliklərə dərman olması çıxır. Bu doğrudan da belədir. Yenə də deyirəm, bilim insanları bunu təsdiq edib, əzizlərim. İndi isə gələk 9-cu yerə. 9-cu yerdə isə durur mal ciyəri. Ay onun saymaqla bitməyən faydaları var. Ən əsası dəmiri qaldırır, qanımızı qaldırır, hemoqlobinimizi qaldırır və bu da bütün xəstəliklərlə mübarizə aparmağımıza bizim kömək edir, immunitetimizi qaldırır. Və 10-cu yerdə çay tikanı. Çay tikanın yağı olsun, özü olsun, o qədər xeyirdir ki, ələxüsus da mədə bağırsağa. Yəni ki, bəlkə də çoxdur, bəlkə də yox, çoxdur Allahın yaratdığı gözəl, canımıza xeyri olan qidalar. Mən hal-hazırda özümün sevdiyim və demək olar ki, hər gün istifadə etdiyim, doğrudan da möcüzəvi olan 10 Allahın möcüzəvi qidalarını sizə dedim. Ola bilər siyahıda çaşmış olaram, biri 2 dəfə təkrar eləyərəm, 3-cü yeri 2 dəfə təkrar eləyərəm. Siz özünüz biləcəksiniz ki, ola bilər çaşmışam. Üzürlü sayın mənim əzizlərim. Mənim dəyərli izləyicilərim, bir də onu deyim ki, əgər Məryəm xanımın qızıl qaydalarını öyrənmək istəyirsinizsə, gözəllik sirlərini öyrənmək istəyirsinizsə, qəbzlikdən, qazdan, köpdən, qarın gürültüsündən azad olmaq istəyirsinizsə, bəzən mənə müraciət eləyəndə deyirsiniz ki, Məryəm xanım, hətta su içəndə belə köpürəm. Nəyə görə köpürsünüz? Çünki qaraciyəriniz yüklənib, bağırsaqlarınız yüklənib. Bu sizin yediyinizdən asılı deyil ki, nəsə yeyirəm, nə yesəm Məryəm xanım köpürəm. Çünki sizin qaraciyəriniz yüklənib. Əgər istəyirsinizsə qrupuma qoşulmaq, bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Böyük qarından azad olacaqsınız, amma mən sizə arıqlama çayı, arıqlama kofesi satmayacağım. Mənim qrupumda siyena çayı, acılıq otu, dəvə gözü, hətta qara kömür belə qadağandır. Nəyə görə? Çünki mən bir mütəxəssis olaraq özümə rəva bilmədiyimi qrupumdakilərə rəva bilmirəm. Və sizə dediyim kimi, nə arıqlama çayı satmayacağım, nə arıqlama kofesi satmayacağım. Bir də mənim qrupumda acılıq etmək qadağandır. Səhər, günorta, axşam az-az mütləq yeyilməlidir. Elə ona görə də sevilirəm. Ona görə sevilirəm ki, bir çox diyetologlardan, nutrisiologlardan seçilirəm ki, mən sizə üzünüz üçün gözəl xanımlar, peelinglərin reseptlərini atıram. Dırnaq göbələyindən azad olmağı öyrədirəm. Saçınızın gözəlliyi, üzünüzün gözəllik sirlərini öyrədirəm. Və özümə aid olan qızıl qaydalarımı öyrədirəm, hansı ki illərimi vermişəm. Yenə də deyirəm, məsləhət özünüzün də heç kim məcbur deyil, artıq mənim səsim bütün dünyaya yayılıb. Amma mənim WhatsApp qrupuma qoşulmaq üçün gərək WhatsApp nömrəmi düzgün yazasınız. Əzizlərim, amma videonun üstündə nömrəni qoymaq mümkün deyil. Ona görə də səsli şəkildə tələffüz edəcəm. Necə tələffüz edirəmsə, o cürə də yaddaşa salın. Heç bir əlavələr eləməyin. Tiri, nöqtə, 012, 55 əlavələr etməyin. Ağzımdan necə çıxırsa, nömrə necə tələffüz edirəmsə, o cürə də yaddaşa salın. Üstə gələk 7, 901, 288 26 94 və dediyim kimi bütün bu saydığım özəlliklər hamısı bircə dəfə 20 manat ödəməklə baş verəcək. Hər ay ödəmirsiniz. Elə ona görə də ən çox sevilən səbəblərdən biri də odur.
Ona görə yəni sevirlər daha da çox. Mənim əzizlərim, şükürlərinizi bol-bol eləyin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.